Xaqan Film Kinostudiyası təqdim edir. Allah ordumuzu saxlasın, Allah şəhidlərimizi rəhmət eləsin, qazilərini saxlasın, ali başkanlarını saxlasın. Allah Müslüman dünyasını saxlasın. Sağ olun, sizler varsınız ki, belə işlandırırsınız. Minnətlərəm. Bunlar da mənim kəndimin şəhidləridir. 4 günün müharibədə 4 dənə şəhidimiz var kənddə. 31 qazimiz, 4 şəhidimiz. Şəhər olun, Çomatlı kəndi. Sağ olun. Yaşadan ordumuza, qazilərimizə, dövlət başçılarımıza çox minnətdarıq ki, bu gün bizə yaşadıq. Xalqımıza belə firavan günlər arzu edirəm. Arzu edirəm ki, mənim xalqım həmişə firavan yaşasın. 44 gün o müharibədə qələbə çaldığı bu sevinci bizə yaşatdığı üçün əsərimizin qəhrəmanlarına, qazilərimizə Allahdan can sağlığı, şahidlərimizə Allahdan rəhmət, prezidentimizə can sağlığı arz edirəm. Evet, bayramla münasibətlə hamını təbrik edirəm. Bayramlarımız bol olsun, əsgərlərimizə can sağlığı, şəhidlərimizə Allah rəhmət eləsin, dövlətimiz qüdrətli olsun. Gələcəyin əsgəridir, Allah bunda salamat eləsin, bütün vallar. Bu da mənim əl işimdir, əsgərlərimizə həsr eləmişim. Onunla bağlı da əl işi Bu əl işi deməli dəmir yumruqdur, ətrafında da xalqın birləşməyidir. Mən belə təsəvvür eləmişəm. Sən səsiz sədası min illərdən gələniyim. Taleyimi, ömrümü, günəş kimi görəlim. Sənsən gürur mənbəyim, sənsən iftixar yerim. Damarlarda düşən qan, köçümdə çarpan ürək. Ey canlı məmləkətim, Azərbaycanım mənim. Sənə zəfər yararsın, zəfər günün mübarək. Odur əlli, od nəfəsli diyarın, ocağına canım qurban Azərbaycan. Əziz, sən də əyilməyən vüqarımsan, bucağına canım qurban Azərbaycan. Savaşlardan anlı açıq çıxan zaman, tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan, torpağına canım qurban Azərbaycan. Əziz vətən, can vətən, inciklərin var olsun, oğlumuzun səninlə daimi bəxtiyar olsun, bayramın mübarək. Qazilərimizə və şəhidlərə, şəhid ailələrinə hörmətlə təbrik edirik. Allah uzun ömür can sağlığı. Şəhidlərə də rəhmət olsun. Ümumilikdə bu günləri xalqımızın, millətimizin ən önəmli günlərindən biridir. Zəfər günüdür bu günləri. Bu günləri xalqımızla, mülkülərlə, yəni belə deyək də, insanlarla bir yerdə bu bayramı keçirmək böyük qürur hissidir. Mən bir qalib ordunun, qalib dövlətin zabiti kimi fəxr edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Zəfər bizə yaraşır. Mən də xalqımızı təbrik edirəm. Səngərdə olan əskərlərimizi, xidmətdə olan zabit yoldaşlarımızı təbrik edirəm. Xalqımıza zəfər yaraşır. Bayramımız mübarək olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu zəfərə görə şəhidlərə borcluyuq.
Allah ruhlarını şad eləsin, Zəfər bayramımız mübarək olsun. Mən də zəfər münasibətilə bütün xalqımızı təbrik edirəm. Bütün xalqımızın gözü aydın olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Müharibədə iştirak edən hər bir şəxsin qarşısında baş əyirəm. Mən bugün Zəfər gününün çox fərəh hissi ilə qeyd edirəm. Bizi ən çox fərəhləndirən balaca balalarımızın geyindikləri forma, əylərindəki gəzirdikləri bayraq, bizlə şəkil çəkdirmək istəyirlər. Bu onlara ruh yüksəkliyi yaradır. Bu bizim həm dövlətçiliyimiz üçün, həm gələcək nəsillərin daha sağlam, daha vətənpərvər yetişməsi üçün çox vacib bir gündür. Qoy həmişə sülh olsun, dövlətimiz həmişə güclü olsun. Dövlətimiz o qədər güclü olsun ki, heç bir xarici dövlət, heç bir mənfur qüvvə bizlə müharibə aparmağa cürət eləməsin. Biz paradda yeni silahlarımızı görürük. Xalqımızın döyüşkən ruhu daha da yüksəkliyini görürük. Əminəm ki, gələcək nəsillər heç bir daha müharibə görməzlər. Həmişə qələbə günlərini qeyd edərlər. Bütün xalqımızı təbrik edirəm. Başda Ali Baş komanda olmaqla bütün qazi qardaşlarımızı, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün müharibə yoldaşlarımıza salam deyirəm. Sən mənim yudumu nəmətdənsən, ana da məmətənsən, aylar günlə Azərbaycan. Sən bir düşərsən yana, o da çubalıyam sana, hansı sənə elə yubabsan, sən Azərbaycan. Bugün Zəfər günüdür. Yəni Azərbaycan xalqını təbrik edirəm Zəfər günü münasibəti ilə. İlk növbədə Ali Baş komandanımızı təbrik edirəm şəhid ailələri adından, bütün Azərbaycan xalqı adından. Bizə bu gözəl günləri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Ordumuza can sağlığı arzulayırıq. Yaşasın Azərbaycan prezidenti, yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan ordusu. Fəxr etməliyik ki, biz bütöv, müstəqil, öz suverenliyi bərpa etmiş, bütün dünyada bir zəfər ölkəsi kimi tanınan qalib ölkənin qalib vətəndaşlarıyıq və bütün Azərbaycan xalqını bu zəfər günü münasibəti bir daha təbrik edirəm. Bundan sonra hər zaman Azərbaycana ancaq zəfər yaraşır. Qoy zəfərimiz daim olsun, əbəd olsun.